Bugün sizinlə donmuş hiss etməkdən və yaxud da hissləri müəyyənləşdirə bilməməkdən danışacağıq. Çox zaman problemin əsas mövzusu olur ki, biz vəziyyətimizin və yaxud da hisslərimizin fərqində olmuruq. Bu nə deməkdir? Donmuşluq hissi əslində bizim müdafiə mexanizmidir. Bunun səbəbi nədir? Biz problemlərimizi necə həll edəcəyimizi bilmirik. Eyni zamanda biz ümidsizlik hissi ilə yaşayanda bu problemlə qarşılaşırıq. Bu zaman isə nə etmək lazımdır? Qarışıq hisslərinizi nəzərə alın. Biz ilk olaraq vəziyyətimizi olduğu kimi qəbul edirik. Məsələn, hazırda donmuş hiss edirik və qeyri-müəyyənlik yaşayırıq. Bu normaldır. Həyatımızın müəyyən mərhələlərində bu cür hiss edə bilərik. Burada əsas problem isə bizim hisslərimizə bildirdiyimiz münasibətimizdir. Yəni, məsələn, donmuş hiss ediriksə və yaxud da qarşılığımızı anlaya bilmiriksə, özümüzə bu anlaşılmazlığı günahkarlıq olaraq və yaxud da ki, özümüzə qarşı şəfqətlə deyil də, daha sərt davranaraq mübarizə aparmağa başlayırıq. Bu isə yanlış yoldur, qeyri-sağlam münasibət deməkdir. Biz burada üzləşmək istəmədiklərimiz problemləri nəyə görə üzləşmək istəmədik deyə səbəblərinə baxmalıyıq. Daha sonra isə bunları səbəblərini araşdırdıqdan sonra problemlərimizə nəzər salırıq. Burada necə hiss edirik və burada əsas məsələ hisslərimizi adlandırmaqdan keçir. Məsələn, sadəcə olaraq yaxşı, normal və yaxud da pis deyil. Məsələn, özümüzü necə hiss edirik? Bu sualın cavabına dəqiq demək lazımdır. Hisslərimizin fərqində olaraq, vəziyyətimizin fərqində olaraq, özümüzü anlayışla, şəfqətlə davranaraq problemlərimizi həll edə bilərik.